Hər vaxtınız xeyir olsun əziz dostlar və xüsusilə də əziz xanımlar. Clearvin kremə göstərdiyiniz marağı nəzərə alaraq daha təkmilləşmiş və daha kompakt bir video çəkməyə qərar aldım. Əgər siz də hazırsınızsa, o zaman başlayaq. Bu video 3 hissədən ibarət olacaq. İlk hissə Clearvin kremin tərkibi, ikinci hissə Clearvin kremin hansı dəri problemlərində effektiv təsir gücü və üçüncü hissədə isə Clearvin kremin istifadə qaydası. Clearvin kremin tərkibində nələr var? Clearvin kremin tərkibində aloe vera, harad, E vitamini, bal mumu, yəni arı şanı, lotra, zərdəçal, vaka bitkisi və kayfing bitkisi var. Video çox uzanmasın deyə hər tərkibin ayrı-ayrılıqda nə iş gördüyünü izah eləmirəm. İstəsəniz internetdə özünüz araşdıra bilərsiniz. Clearvin krem hansı dəri problemlərini aradan qaldırır? Clearvin krem akne və akne izlərini və buraxdığı ləkələri, prişikləri, sızanaqları, civzələri, qocalıq ləkələrini, göz altındakı tünd dəri problemini, hiperpigmentasiyanı, dəri çökəkliklərini, yəni poraları, bütün növ yanıqları, həmçinin günəş yanıqlarını və s. çilləri, dəri eroziyalarını, çatları, çapıqları, dəri qırışlarını, hamiləlik zamanı və doğumdan sonra yaranan sinə və qarın ətrafı çatlarını, çapıqlarını və dəri aralanmalarını, göz altındakı torbaları, göz ətrafı qırışları, ləkələri, qaz ayaqlarını, kəsik izlərini, dəri sallanmalarını, lazer epilyasiyasından sonra yaranan dəridə olan qızarıqlıqları və digər problemləri, dəri gənələrini, dodaq ətrafı qırışları, UVA və UVB şüalarına məruz qalmış dəri problemlərini, həşərat sancması sonrası yaranan qızarıqlığı və digər problemləri tamamilə müalicə edir və dəriyə nəmləndirici təsir göstərir. Dərinin yenilənməsini, yəni regenerasiyasını təmin edir və ən əsası bu kremi həm kişilər, həm də qadınlar istifadə edə bilərlər. Clearvin kremin istifadə qaydası. Clearvin kremin çəkisi bir tübikdə cəmi 25 qramdır. Bir ədəd Clearvin maksimum 10 günə bəs eləyir. Bir aylıq müalicə kursuna 3 ədəd Clearvin krem kifayət edir. Clearvin kremin dəriyə adaptasiya dövrü 14 gündür. Adaptasiya dövründə 100% nəticə əldə etmək təbii ki mümkün deyil. Ona görə də 100% nəticəni ancaq bir ayın tamamında əldə eləmək olar. Və dəridə olan problem nə qədər köhnədirsə, Clearvin kremin müalicə müddəti də bir o qədər uzun çəkir. Yəni maksimum 1 aydan 3 aya qədər. Beləliklə, Clearvin kremi gün ərzində 2 dəfə, yəni səhər və axşam dərinizə çəkin. Clearvin kremi çəkməzdən öncə dərinizi skrab gel ilə yaxşıca təmizləyin. Sonra təmizlənmiş dərini tərkibində A və E vitamini olan, həmçinin aloe vera tərkibi olan hər hansı bir sabun köpüyü ilə yuyun. Sabunu birbaşa dəriyə çəkmək olmaz. Yalnız sabunu əlinizdə köpükləndirib, həmin köpüyü dərinizə çəkə bilər və su ilə yuya bilərsiniz. Clearvin kremi dəridə 12 saata qədər saxlamaq mümkündür. Və ən əsası Clearvin kremi üz dərinizə çəkdiyiniz müddətdə üzünüzə heç bir kosmetik vasitələrdən istifadə eləmək olmaz. Qəti şəkildə həm də. Clearvin krem üçün hazırladığım video burada sona çatır əziz xanımlar. Bundan öncə çəkdiyim videonu da bu videonun sonundakı ekran açıqlamalarına əlavə edəcəm. O videoya da baxa bilərsiniz. Əgər bu videoya 1000 like gələrsə, onunla Clearvin krem üçün daha bir video çəkəcəm və bu dəfə bir model xanım üzərində göstərəcəm istifadə qaydalarını. Yeri gəlmişkən, əgər Clearvin kremin 3-cü versiyasına və digər başqa videolarıma model və aktrisa kimi çəkilmək istəyən xanımlar WhatsApp-dan əlaqə saxlaya bilərlər. Beləliklə, əziz dostlar, bu videomuzun da sonuna gəldik. Əgər videolarımızı bəyənirsinizsə, zəhmət olmasa kanalıma abunə olun, videolarımı paylaşın, like eləyin, komment yazın və növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın.